Biz hər yerdə bassaq, o yerə deyərik batlaq. Hər yerdə çat olsa, o yerə deyərik çatlaq. Getdiyimiz yerə qışda deyərik qışlaq, yayda getdiyimiz yerə deyərik yaylaq, yeylaq deyilir. Ot olan yerə otlaq deyərlər, duz olan yerə duzlaq deyərlər. Əslində lağ və lıq, ya lıq, bunlar pəsvəndlər ki, ümumiyyətdə ilk sırada yer yaraldarlar. Siz adı ya məsələn bir feili qoyursunuz, sonuna bu eki, bu pəsvəndi qoyursunuz, birdən as olur asla, o yeri ki aslarlar oradan. Ya məsələn alma, almalıq, samanlıq, bilmirəm, yoncalıq. Bıllıq və lağ, bəzi yerlərdə soruşsunuz ki, niyə bulaq deyirik? Su təbiətdə ayrı halətə çönəndə bu deyirik. Yəni qədimçilər bu cür demişlər. Məsələn, donanda buz olubdur. Ya göyə gedəndə olub buğ, buxar, gedib olub bulut. Yerdən coşanda, bunun sonuna lağ qoyanda olur bulaq. Yəni o yeri ki, su oradan coşur. İndi deyirsiniz, qulaq nəcür olur? Sumerlər 5000 il bundan qabaq səsə qu deyirdilər. Təbiidir ki, biz də gəldim, hətmən qu deyirdik. Çünki Sumerlərin sonunda gəlibdir bu lüğətlər, sözlər. Məsələn, biz deyirik, qu deyirsən, qulaq tutulur. Ya deyirik, məsələn, qula atan gəlsin. Hətta bəzilər deyirlər, qonuş da buradan gəlir. Qula, yəni o yeri ki, səs var orada. Bu qədər qanuni, bu qədər sadə. Əsən qalın.